Quran Taha suresi ayet 14. Şübhəsiz mən Allaham, məndən başqa tanrı yoxdur. Mənə qulluq et, məni xatırlamaq üçün namaz qıl. Ayənin təfsir anlayışı. Yaratılışda ibadətin rolu. Zəriyyət suresi ayə 56. Allah buyurar: mən cinləri və insanları mənə qulluq etsinlər deyə yarattım. İnsan burada nə etməli olduğunu bilməli, Allahını tanımalı və ibadət etməli olduğunu bilməli. Və ibadətində qulluğun bir göstərici hissəsi olduğunu bilib, kimdən kömək istəyib, kimə boyun büktüyünü mütləq bir şəkildə öyrənməlidir.